Öncə təbrik edirəm. Neftçinin Qarabağ üzərindəki sonuncu qələbəsinin tarixi xüsusidir. Məhz o qələbədən sonra Neftçi çempion olmuşdu. Və o məğlubiyyətdən sonra sanki Qarabağ Neftçiyə qarşı daha amansız görünür. Böyük hesablı qələbələri var. Ümumiyyətlə 5 ildir Neftçi qələbə qazana bilmir və o dönəm yaxşı xatırlayıram. Həmkarım Samir Abbasovun bir açıqlaması vardı. Gəldik və Qarabağdan çempionluğu qopardıq. Maraqlıdır belə tendensiyanın, belə seriyanın yaranmasında o məğlubiyyətin və o açıqlamanın rolu nə qədərdir? Yaxşıdır Ömer Buludov. Geçti İlbin Cəfər Quliyev və Ömer Buludov. Monroz bir toxunuşla qaytardı topu Ramboz. Ahmed Ahmedov və gol! Və inanılmaz! İnan heç belə o barədə düşünmürəm. Mən xatırlatdım. Çox sağ olun, amma mən deyək də keçmişə qayıdaraq belə deyək də işini qurmaq barədə və yaxud uğur əldə etmək barədə heç nə fikrim olmuyor. Həmişə qarşıdakı oyuna, qarşıdakı rəqibə həmişə daha çox fikrimi yönləndirmişəm. Ona görə yəni istər Neftçi olsun, istər digərləri Zirə olsun, Sabah olsun və yaxud Qəbələ fərqi yoxdur. Yəni biz hamımız dost komandayıq, hamımız yəni ən çox biz bir-birimizi görürük. Ən çox biz bir-birimizə qarşı oynayırıq. Ona görə yəni elə hansısa bir elə deyək fikrə elə deyək də mənim reaksiya verməyim biraz düzgün olmaz. Amma hər belə deyək də ümumiyyətcə insanın, hər məşqçinin, hər şəxsiyyətin öz uğur yolu var. Yəni iş prinsipləri var. Mənim prinsiplərim belədir ki, çox da belə yazılara, çox da bu fikirlərə vaxt ayırmıram. Çünki hamısı bizim özümüzüklərdir, hamısı Azərbaycanlarımızdır. Ona görə hər bir deyilən fikrə də, sözə də hörmətlə yanaşırıq. Buyurun. Allah təbrik edirəm. Amma penalti ilə bağlı deyəcəm. Sonra mən bildirdim ki, bu dəqiqələrdə belə 30 penalti verilməz. Sizin şəhviniz var. Xaymə Romero cərimə meydançasında Romero alladır, yıxılır və Çin Məksiyev davam eləmək olar deyil. Ən az ona əminəm ki, Xaymə özü yıxılmadı. Səbirsizliklə Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiqini gözləyirik. Düzünü yazılmış baxmalı yoxsa. Çin Məksiyev elə belə penalti vermir. Həm Avropada xeyli oyunlar idarə edilib və heç bunlara da baxılmadı. Mən arxadan nəşrlər dedilər ki, həmən baxmaq istəyirsə olmadı ki, bəs penaltidir. Amma yenə baxaram, amma dediyim kimi Çin Məksiyev elə belə rahat vermir.